Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. 4-cü siniflər üçün ssenari yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 76 hərəkətə aid məsələlər. Yəni ki, biz sürətə aid məsələlər keçməliyik. Birinci sürət nəyə deyilir? Onun tərifini deyək ki, sürət vahid zaman ərzində gedilən yoldur. Vahid nə deməkdir? Yəni ki, 1 saat, 1 dəqiqə, 1 saniyə, hətta 1 gün ərzində gedilən yol sürət adlanmış olur. Və məsələn, bizdən gedilən yolu soruşurlarsa, gəlin bunun qaydalarını da deyək ki, biz gedilən yolu qısa şəkildə yazaqsa, gedilən yolu S ilə işarə edirik, S hərfi ilə. Sürət V ilə işarə olunur. Zaman da T ilə işarə etmiş oluruq. Gedilən yolu tapmaq üçün yazırıq S bərabərdir V vurulsun T. Sürəti tapmaq istəyiriksə, o zaman gedilən yolu zamana bölmüş oluruq. Zamanı da tapmaq istəyəndə gedilən yolu sürətə bölmüş olarıq ki, bu düsturlara görə hesablama aparmış oluruq. Və digər qaydalar haqqında da tapşırıqların həlli zamanı danışacağam. Mənə diqqətlə qulaq asarsınız. Məsələ necə qurulur, necə həll olunacaq? Ümumiyyətlə, birinci növbədə məsələni oxuyub anlamaq lazımdır. Ondan sonra onun sxemini çəkməyi bacarmaq. Yəni, təsəvvürümüz güclü olmalı ki, onun sxemini çəkə bilək. Çəkə bilmiriksə, deməli, anlamamışıq. Gəlin, başlayaq bir nömrəli tapşırıqdan. Yazır ki, A şəhərindən B şəhərinə 4 saata gedən avtomobilin sürəti 30 km/saat sürətini 30 km/saat artırsaydı, həmin yolu nə qədər vaxta gedərdi? Deməli, biz bilirik ki, yolun uzunluğu 360 km-dir. Bunu 4 saata gedirsə, birinci bunun sürətini bilməliyik ki, sonra neyniyək? Bu sürəti 30 km/saat artırıb həmin yolu, yəni 360-ı həmin sürətə bölməliyik zamanıdır. Çünki nə qədər vaxta gedir, zamanı soruşur. İlk öncə, yəni bunu 4 saata gedəndə sürəti nə qədər olmuşdu tapmaq üçün 360-ı yazırıq. 360 bölünsün 4. Bu da bərabərdir, eləcək 90. Deməli, əvvəlki sürəti 90 olub. Sonra bunu 30 artırsa, 90-ın üstünə 30 gəlmiş olsa, eləcək 120. Deməli, sürət 1 saatda 120 gedəcək. Neçə saata bu 360 gedəcək? Gedilən yol 360-ı bölərik sürət 120-yə, zaman tapar ki, 3 saata getmiş olacaq ki, doğru cavab B variantı. İkinci suala baxırıq. 2-də nə yazır? Yazır ki, avtomobil yolun yarısını 80 km/saat, qalan yolun yarısını 60 km/saat, yerdə qalan yolu isə 120 km/saat sürətlə getmişdi. Avtomobil neçə saat yolda olmuşdu? Yolun yarısını, yəni yarısı 960-ın yarısı etmiş olur ki, 960-ı 2-yə bölmüş olsaq 480 etmiş olacaq. Və yolun yarısını 80 km/saat sürətlə gedibsə, avtomobil cəmi neçə saat yolda olub? Hər bir saat sürətlə getdiyi zamanı bilməliyik. 480-i bölmüş olaraq 80-ə. Bu da eləyir 6 saat. Daha sonra qalan yolun yarısı. Qalan 480 də qalıb. Bu 480-in də yarısı bir də bölmürəm. 240 eləyir. 240-ı da bölmüş olaraq 60-a. Bu da eləyəcək 4 saat. Və digər 240-ı da nə ilə getmişdir? 120 ilə gedib. Bunu da 120-ni də 240-ı da 120-yə bölmüş olsaq, bu da bərabərdir 2 saat. Cəmi neçə saat etmiş oldu? 12 saat etmiş olacaq ki, doğru cavab A variantında verilib. Növbəti tapşırıqla davam edək. Növbəti tapşırıqda nə yazır? Yazır ki, qəsəbədən şəhərə 6 saata gedən avtobus həmin yolu 8 saata geri qayıtdı. Avtobus hansı sürətlə geri qayıtmışdır? Deməli, 68 km/saat sürətlə qəsəbədən şəhərə doğru getmişdir 6 saata. Görək yolun uzunluğu nə qədər? Çünki həmin yolun uzunluğunu zamana bölüb sürətini tapa bilərik ki, 68-i vurmuş olaraq 6-ya. 60-ı vursaq, eləcək 368 də vuranda eləcək 48. 408 etmiş oldu. Daha sonra bu 408-i 8 saata qayıdıbsa, zamana bölsə sürət taparıq ki, 51 etmişdir ki, 51 km/saat sürətlə doğru cavab C variantında verilmişdir.
4-ə baxırıq. 4-də yazır ki, velosipedçinin sürəti avtobusun sürətindən 12 km/saat azdır. Velosipedçinin sürəti nə qədərdir? 72 km/saat az onun üçün. Deməli biz bilirik ki, avtobusun sürətini tapmaq üçün getdiyi yolu zamana bölməliyik. 420 kilometr yol gedib və bunu bölmüş olsaq 5-ə, bu da bərabər deyəcək 84 km/saat etmiş olacaq. Və 72 km azsa velosipedçinin sürəti 84-dən də çıxarıq 72-ni bərabərdə 12 km/saat sürətlə getmişdir. Doğru cavab B variantı nə? A variantında var. 5-də yazır ki, sürəti avtomobilin sürətindən 5 dəfə az olan velosipedçi 4 saata nə qədər yol gedər? Avtomobilin sürətini tapmalıyıq. 360 km-i 4 saata gedir. 360-ı bölərik 4-ə. Bu da bərabərdir 90 etmiş oldu. Və bilir ki, 5 dəfə azsa velosipedçinin sürəti, ona görə də 90-ı da bölmüş olaraq 5-ə. Bu deyəcək 18. 5 dəfə az olan velosiped 4 saata nə qədər yol gedəcək? 18-i də vurmuş olaraq 4-ə. Bu da eləyəcək 72. Doğru cavab B variantı. 6-ya baxırıq. Yazır avtomobil saatda 70 km olmaqla 3 saata getdiyi yolu geri qayıdarkən 2 saata qət edir. Avtomobil geri qayıdarkən sürəti nə qədər idi? 70 km saatda 70 km, yəni sürəti 70-dir. 3 saata gedibsə bu 210 getmişdir. Geri qaydanda 212 saata qayıdıbsa sürəti 105 olmuşdur ki, doğru cavab da B variantında verilib. 7-yə baxırıq. Yazır 3 saata 42 km yol gedən motosikletçinin fasilə üçün dayandı. Fasilədən sonra həmin sürətlə 5 saat yol gedən motosikletçi cəmi nə qədər yol getdi? Birinci sürətini bilməliyik, çünki 5 saatdan sonra yol gedib. 42-ni bölmüş olaraq 3-ə, bu da bərabərdir 14 edir. 14 ilə 5 saatda yol getdiyinə görə bu da 70 olacaq. Əvvəl 42 getdiyini bilirdik, sonra da 70 gedib. Bunları da toplasaq 112 olacaq ki, C variantında verilmişdir. 8-ə baxırıq. Yazır ki, motosikletçi sürətini dəyişmədən əvvəl getdiyi yoldan 3 dəfə çox yol getsə, 180 km yol qət etmiş olar. 180 km yola 3 saat vaxt sərf etmişdirsə, ümumilikdə yola neçə saat vaxt sərf etmişdir? Biz bilirik ki, motosikletçi sürətini dəyişmədən əvvəlki getdiyi yoldan 3 dəfə çox yol getsə, 180 km yol qət etmiş olar. Tamam, bunu bildik. 180 km yolu da 3 saat vaxt sərf etmiş. Ümumilikdə yola neçə saat vaxt sərf etmişdir? İlk öncə tabaq görək ki, əvvəl nə qədər yol gedib? 180-i bölmüş olaraq 60-a. Başlayayım. 3-ə bölürük, 60 tapırıq. 3-ə bölürük, eləyir 60. Deməli, əvvəl 60 getmişdi. Biz baxaq görək ki, sürəti nə qədərdir bunun? 180 km 3 saata getdiyinə görə, indiki neynəsə 180-i bu dəfə, bu 3 dəfə getdiyi yola görə də 3-ə böldük, 60 km yol gedib. Bunu yəni bu cür tapdıq. Sonra 3-ə bölürük, sürətini tapır ki, bu da 60 km saat etmiş olacaq. Deməli, əvvəlki yol 60 km-dir və hər saatda da 60 km getdiyinə görə əvvəlki yol üçün də 1 saat vaxt sərf edib, sonra da 3 saat getdiyinə görə cəmi 4 saat yol getmiş olacaq ki, doğru cavab da C variantında verilmişdir. 9-a baxırıq. Yazır Bakıdan yola düşən avtobus 3 saata Kürdəmirə, sonra 1 saat gedərək Yevlaxa çatdı. Bakıdan Yevlaxa 280 km olduğunu bilərək avtobusun Kürdəmirdən Yevlaxa hansı sürətlə getdiyini tapın. Bakıdan yola düşən avtobus 3 saata Kürdəmirə gedib. Bura Kürdəmirdir. Daha sonra 1 saat gedərək Yevlaxa çatdı. Buradan da bu tərəfə 1 saata gedib. Bakıdan Yevlaxa 280 km olduğunu bilərək, yəni cəmi 280 km gedib. Kürdəmirdən Yevlaxa hansı sürətlə getdiyini tapaq. İlk öncə Bakıdan Kürdəmirə sürəti 65-dir. 3 saata getdiyinə görə 65-i vurmuş olarıq 3-ə. Bu da deyəcək 195. 280 kilometrin 195 kilometri Kürdəmirə qədərdirsə, Kürdəmirdən Yevlaxa nə qədər yol var onu tapmaq üçün bu da çıxsaq eləyəcək 85 etmiş olacaq.
və bunu 1 saata gedibsə, 85-i də 1-ə bölsək, sürəti 85 km/saat olmuşdur ki, bu da A variantında verilmişdir. Ona baxırıq. Yazır ki, A məntəqəsindən A məntəqəsinə qədər yol A məntəqəsinə qədər yolu 2 saata getdikdən sonra sürətini 15 km/saat artıran avtomobil daha 4 saat yol getdi. Avtomobil cəmi nə qədər yol getdi? Burada görürsünüz, sxemin qurublar. A məntəqəsinə qədər yolu 2 saata gedib və sürəti neçə olub bunun? 140-ı bölmüş olsaq, eləcək 70 faiz deyirəm buradan. Daha sonra sürətini 15 km/saat artırıb olub 85. 4 saat gedib, bunu da 4-ə vurmuş olsaq, eləcək 340. Buradan da 340 gedib. Avtomobil cəmi nə qədər gedib? 140, o da 340. Yəni 480 doğru cavab D variantı olmuş olacaq. 11-də yazır ki, 2 kilometr uzunluğunda yarış məsafəsini dəqiqədə 200 metr qaçan idmançı neçə dəqiqəyə bitirəcək? 2 kilometr 2000 etmiş olur. Bunu da 200-ə bölmüş olsaq, bərabərdir 10. Doğru cavab B variantında verilib. 12-də yazır ki, Bakı yardımlı arası məsafə 300 kilometrdir. 16:00-da Bakıdan hərəkətə başlayan maşın saatda 100 km gedərsə, yardımlıya saat neçədə çatsa, 3 saatdan sonra çatır. Bu da 19:00 etmiş olacaq ki, 19:00 burada C variantında verilib. Yəni 7 olacaq, axşam saat 7. Bu qədər. Növbəti videoda görüşmək ümidi ilə hələlik sağ olun.